Hər vaxtınız xeyir olsun əziz kanal izləyiciləri. Xoş gördük hər birinizi. Bugünkü test izahımız yeni başlıq olan termodinamikanın əsaslarından daxili enerji bir atomlu ideal qazın daxili enerjisinin testləri olacaqdır. Birinci sualdan başlayaq. Cismi təşkil edən zərrəciklərin hərəkət və qarşılıqlı təsir enerjiləri cəmi necə adlanır? Hərəkət əgərlərin varsa bu kinetik enerjidir. Qarşılıqlı təsir varsa bu potensial enerjidir. Bax, bu enerjilərimizin cəmi həmçinin bizə daxili enerjini verərək birinci sual C variantına gedir. İkinci sualımıza baxaq. Qapalı qabdakı qazı qızdırdıqda qazın verilən fiziki qiyməti necə dəyişəcək? Baxın, qızdırmaq deyirsə, yəni bu temperaturun yüksəlməsi deməkdir. Temperatur yüksəlirsə, daxili enerji ilə bunu əlaqələndirə bilərəm. Daxili enerjimizin düsturu 2-də 3 nu RT-dir. Temperaturumuz yüksəlirsə, deməli daxili enerjimiz də yüksələcəkdir. Yəni o da artacaqdır. Onda bu sual 2-də D variantına gedir. 3-də qapalı qabdakı qazı soyutduqda. Soyutduqda isə bu temperaturun aşağı düşməyi deməkdir. Temperatur aşağı düşürsə, daxili enerji ilə temperatur düz asılı olduğuna görə onda daxili enerjimiz də azalacaqdır və 3Y variantına gedəcəkdir. Dördüncü sualımızda 300 Kelvin temperaturda 3 mol bir atomlu ideal qazın daxili enerjisi necə dəyişəcəkdir? Buradakı bizə temperaturu əsas vahidlə veribdir. 300 Kelvindir. Maddə miqdarımız nu 3 moldan ibarətdir. Bir universal qaz sabitimiz də 8-dir və daxili enerjimizi tap deyir. Bizim bu verilən fiziki qiymətlərə uyğun belə bir düsturumuz var idi. U bərabər idi 2-də 3 nu RT-dir. İndi bütün fiziki qiymətlər verilibdir. Sadəcə yerinə qoyaq, yazaq. Nu maddə miqdarı 3-dür. Universal qaz sabitimiz 8-dir. Temperatur da 300-dür. Hesablayaq indi isə. Buradan deməli 2 ilə 8 yığsar ona 4 qaldı. 3 3-ə vuruldu 9. 9-u 3-ə vurduq. Belədir 2700. 2700-ü də 4-ə vuranda bu nə qədər elədi? 2 0 8 yazdıq. 2 yadda 8 10. 10800 elədi və görürəm cavab kilojouldan verilib. Kilo isə 10 üstü 3 deməkdir. Onda bunu 3-ə bölərəm ki, bunu kilo ilə əvəz edə bilim. Bu olacaq 10,8 kilojoul və 4A variantıdır. 5-ci sualımızda təzyiqi 2 kilopaskal, daxili enerjisi 3 kilojoul olan bir atomlu ideal qazın həcmini təyin edin. Verilənləri üzərində yazaq. Təzyiq, yəni P verilib 2 kilopaskal, kilo 10 üstü 3 deməkdir. Daxili enerjimiz U verilibdir 3 kilojoul və həcmdə soruşulur. Bizim bu verilən fiziki qiymətlərə görə düsturumuz U bərabərdir 2-də 3 P V-dən ibarətdir. Həcm soruşulursa buradan V bərabər olacaq o zaman. Deməli 3P məxrəcdə 2U isə sürətdə olacaqdır. İndi qoyaq yerinə yazaq. 3 kilojouldur. Elə kilo ilə yazıram. Təzyiqimiz də bizim 2 kilopaskaldır. Buradan heç kiloları açmağa ehtiyac yoxdur. İxtisar olunacaqdır. Sonra nə qalır yerdə? 3 ilə 3 ixtisar olunur. 2 ilə də 2 ixtisar olunur. Heç nə yerdə qalmır. 1 qalır. Cavab 1 kub metr olur. 5D variantına gedir. 6-cı sual. Həcm 4 kub metr, daxili enerji 6 kilojouldur. Bir atomlu ideal qazın təzyiqini təyin edin. Yenə verilənləri qeyd edək. V-ni bizə verib 4 kub metr. Daxili enerjimiz, yəni U 6 kilojouldan ibarətdir. Təzyiq də soruşulur. Bildirik ki, buna uyğun düsturumuz U bərabərdir 2-də 3 P V-dən ibarətdir. Buradan da təzyiqi soruşduğuna görə onda təzyiq də bərabərdir 2U bölünəcəkdir 3V'yə. Onda U nədir? Daxili enerjimiz 6 kilojouldur. Kilo 10 üstü müsbət 3 deməkdir. Həcm isə 4-dür. Buradan da indi sadələşdirək. Deməli, 3 4-ə vuruldu. Bu elədi 12. Yuxarı da 2-ni də 6-ya vurduq. Bu da elədi 12. Bunlar ixtisar olundu. Sadəcə 10 üstü 3 qaldı. 10 üstü 3 də 1 kilo paskalı verəcəkdir və bu sual 6-da D variantına gedir. 7-ci suala baxaq. Daxili 2 mol bir atomlu ideal qazın temperaturu 100 Kelvindir. Daha doğrusu 100 Kelvin artanda daxili enerji necə dəyişəcəkdir? Erdə sualdır. Daxili enerji nə qədər artar deyirsə, bu yəni delta U-nu soruşur. Yəni daxili enerjinin dəyişməyini soruşur. Verilənləri kənarda yazaq. New maddə miqdarı 2 mol verilibdir. Temperatur 100 Kelvindən ibarət.
Qeyri-universal qaz sabitimiz 8 və daxili enerjimizin dəyişməsi də sualdır. İndi isə bax, burada dediyi bizə 100 Kelvin demir, ha, qiymət 100 Kelvin artdıqda. Bu, yəni temperaturun artımıdır, yəni deltası dəyişimidir. Bizim bunlara uyğun da düstur delta U bərabərdir 2-də 3 nu R delta T'dən ibarətdir. İndi verilənlərimizi yerləşdirək. Nu maddə miqdarımız 2-dir. Qeyri-universal qaz sabiti 8, temperatur dəyişməmiz də 100-dür. İkilər ixtisar olundu buradan. Qaldı 3 vurulsun 8. 3'ü 8'e vurduq. Bu elədi 24. Yanında da 2 sıfır var. Atdıq bunun yanına olur 2400 joule. Belə vermədiyinə görə kilojoule yazacağım. Kilo isə 1000 deməkdir. Başqa sözlə bu da 2,4 kilojoule olaraq 7B variantına gedir. 8-ci sual. İdeal qazın daxili enerjisinin vahidi nə olacaqdır? Enerji gördünmü? Deməli, vahidi bunun joule olacaqdır. Bax, yazıram kənarda. İşdir, sonra daxili enerji, kinetik enerji, potensial enerji, tam enerji, Q istilik miqdarı. Bax, bunların hamısının vahidləri 1 joule-dur. Yəni, bir enerjinin vahidi joule olaraq 8Y variantına gedir. 9-cu sualda bu hansı fiziki kəmiyyətin vahidinə uyğun gələcəkdir. Deməli, new R gördünsə, daxili enerjinin bu düsturunu yazacaqsın. Bax, yaşıl hissələri olduğu şəkildə köçürdürəm. 3, new R və onun isə yerinə yazıram. 2-də 3, new R T'dən ibarətdir. Və new R'lər ixtisar olunur. 2'lər, 3'lər gedir və yalnız T qalır. Bu da temperaturdur. Yəni, belə bu ifadə qısacası temperaturu bizə verir. 9Y variantı. 10-cu sual. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin onun kütləsindən asılığı necə olacaqdır? Temperaturu sabit verəndə tez daxili enerjinizi sabit götürməyin. Əgər kütlə də sabitdirsə, onda gəlib sizin daxili enerjiniz sabit olacaq. Amma belə olduğu halda daxili enerjimizin düsturunu yazıram. Bu bərabərdir 2'də 3. Niye RT değil mi? Ni'nin da yerine kiçik m bölünsün. Böyük m RT'ni yazıram. Bak, bu temperatur dəyişmir. Amma buradakı kütləyə görə baxanda o kütlə ilə düz asılı olduğu üçün onda bu asılığımızın qrafiki onda B variantına gedəcəkdir. 11-ci sualımıza baxaraq bir atomlu ideal qazın daxili enerjisinin ən kiçik qiyməti hansı nöqtəyə uyğun olacaq? P və V verilibdir. Daxili enerjimizin kiçik qiymətini bizdən soruşur. Hansı nöqtəyə uyğundur? İndi mən P ilə V-yə ortaq düstur təyin edirəm. U bərabərdir 2'də 3 PV'dir. Və görürəm ki, daxili enerji həm təzyiqlə, həm də həcmlə düz asılıdır. Bu deməkdir ki, daxili enerjinin kiçik qiymətini deyirsə, deməli həmçinin təzyiqin də kiçik qiyməti, həcmin də kiçik qiyməti bizə lazım olacaq. Kənardan yazıram. Təzyiqin də kiçik qiyməti, həcmin də kiçik qiymətini biz tapmalıyıq. Birinci təzyiq xəttinə fokuslanıram. Təzyiq xəttim görürəm ki, şaquli xəttdə yerləşibdir. Əgərlərin təzyiqin kiçik olmağını istəyirsənsə, təzyiqə perpendikulyar və sıfıra yaxın olan bir xətt göndərirsən. Perpendikulyar şəkildə bax. İndi təzyiqin 1 və 4 nöqtəsi burada ən kiçik nöqtələrə düşür. Amma təzyiqin böyüyü sıfırdan uzaq olan daha böyük perpendikulyar. Bizə isə lazımdır. Biz təzyiqin kiçik olan nöqtəsini götürək. Bunu tapdıq. Oldu 1 və 4. İndi həcmə baxıram. Həcm isə üfüqi xəttdə yerləşir. Onda yenə eynən həmin şəkildə. Əgər sıfırdan uzaq perpendikulyar xətt göndərirsənsə, bu həcmin böyük qiymətidir. Bizə böyük yox, kiçiyi lazımdır. Həcmin isə kiçiyi sıfıra yaxın olan perpendikulyar xəttdir. Və beləliklə bu ikisinin kəsişib qovuşduğu nöqtə bir nöqtəsi olaraq 11A variantına gedir. 12-ci sualımıza baxın. Verilmiş temperaturda bir atomlu ideal qazın kütləsi 3 dəfə artanda onun daxili enerjisi necə dəyişəcək və molar kütlədə sabitdir. Verilmiş temperatur, temperaturun yəni dəyişməz olmağını verir. M molar kütləmiz də sabitdir. İndi biz bunlara uyğun ortaq düstur götürəcək. U, yəni daxili enerjimiz bərabərdir 2'də 3. Nu RT'dir. Nu'nun da yerinə molar kütlənin sabit olduğuna görə kiçik m bölünsün böyük m vurulsun RT'dən ibarət olaraq yazıram. Hansı fiziki kəmiyyətlər sabitdirsə, onlar bizim düsturumuzda mütləq olmalıdır. Sonra baxıram daxili enerjimizdən kütləyə. Daxili enerji ilə kütlə düz mütənasib asılıdır. Kütləni 3 dəfə artırırsa, onda deməli daxili enerjimiz də 3 dəfə artacaqdır və 12C variantına gedir.
13-cü sualda isə deyir, kütlə 2 dəfə azaldanda şərt olaraq eynidir. Ona görə 12-ci sualın şərtinə, izahına diqqətlə baxın. Kütləni əgər 2 dəfə artırdıqsa, deməli daxili enerjimiz də 2 dəfə azalacaq. Çünki bunlar düz asılıdır. 13D variantı. 14-cü sualımıza baxaq. Verilmiş kütləli bir atomun ideal qazın daxili enerjisi hansı cihazdan istifadə etməklə hesablamaq olar? Verilmiş kütlə deyirsə, deməli bizim kütləmiz həmişə sabit olacaq və bu sabit tərif düsturda olasıdır. Ona görə mən daxili enerjimi bu düsturun yazmalıyam artıq. U bərabərdir 2-də 3, kiçik m bölünsün böyük m, r-t-ni yazmalıyam. Bax, kütlə burada sabitdir, deməli bu doğru düsturdur. İndi nə görə mən? Temperatur görürəm. Temperaturla da daxili enerjimiz düz asılıdır. Onda burada daxili enerjimizi təyin etmək üçün cihaz nə olacaq? Temperatur nədir? Termometrdən istifadə olunan cihaz və 14C variantına gedir. 15-ci sual. 273 Selsi dərəcəli temperaturlu ideal qaz 546 Selsi dərəcəyə qədər qızdırılarsa, onun daxili enerjisi neçə dəfə artacaqdır? Biz görürük ki, bunlar Selsi dərəcələrlə verilibdir temperaturlar. Ona görə bunu əsas fayda çevirmək üçün temperaturun bərabərdir Selsi dərəcənin üzərinə 273 gələcəm. İndi bunu birinci temperatura görə yazıram. Bax, bu bizim T1'imiz, bu isə bizim T2'miz olacaqdır. Mən T2 ilə T1'i tapanda daxili enerjimizin necə dəyişməni bilərəm. Buna görə birinci yazıram. Buradakı T isə buna onu da T1 atıram. Deməli, birinci temperaturumuzu gətirib buraya yerləşdirirəm. Olur belə. 273'ün üzərinə 273'ümüzü gəldik. Onda birinci temperaturumuz elədi burada 546 Kelvindən ibarətdir. İndi isə bunun ayağını 2 yazıram və ikinci temperaturumuzu tapıram buradan. Onda bu da belə olacaq. T2'ni də tapıramsa burada T2'ni yerləşdirirəm. İkinci temperaturumuz da 546 Kelvindir. Onda bunun yerinə 546 üzərinə gəldik 273. Bu ikinci temperatur da eləcəkdir 819 Kelvin. Deməli T2 də hazırdır 819 Kelvindir. İndi isə daxili enerjimizin temperatur ilə əlaqəli olan düsturunu yazıram. U bərabərdir 2-də 3 nu RT-dən ibarətdir. Buradan da gördüyümüz kimi temperatur ilə daxili enerji bir-birlərindən düz asılı olduğuna görə dəyişmə soruşularsa bizdən həmişə ikinci fiziki əməd birinci fiziki əmədə bölünəcək. Daxili enerjimizdən temperatur düz asılı olduğu üçün T2'ni T1'ə böləcəm. T2 819'dur. T1 isə 546'dır. Burada nəsə böyük rəqəmdir. Bunu elə vaxt itirmədən test kalkulatorundan bölüm. 819'u 546'ya böləndə cavab burada 1,5 olur. Artım, yəni daxili enerjimiz 1,5 dəfə artacaqdır. 16-cı suala baxıram. Bir atomlu ideal qazın daxili enerjisinin temperaturdan asılığı verilir. Maddə miqdarı nəyə bərabərdir? Deməli, bax bu nöqtəmizə baxıram ki, burada daxili enerjimiz 24 kilojoldur və temperaturumuz isə 200 Kelvindən ibarətdir. Universal qaz sabitimiz də var. Maddə miqdarı niyə soruşulur? Bizim bu verilən fiziki əməklərimizə uyğun düstur U bərabərdir 2-də 3 nu RT-dir. New soruşulduğuna görə buradan new'nu çıxardıram. New bərabərdir 2U bölünsün 3 RT'dir və daxili enerjimiz 24 kilodur. Kilo 10 üstü müsbət 3 deməkdir. 3 vurulsun R 8'dir. Temperatur da 200'dən ibarətdir. Buradan sadələşdirim. 3'ü 8'ə vurduq 24. Bu 24 ilə bu 24 ixtisar olundu. Sonra bu 2 ilə də bu 2 ixtisar olundu. Məxrəcdə 2 dənə sıfırımız var. Bu 2 sıfırdan da 10 üstü 3 ixtisar olundu. Qaldı sadəcə buradan bir onluq. Yəni cavab 10 moldan ibarət olur və 16A variantına gedir. Sonra baxaq buradan biz digər suala. 17-ci sual. Bunu bu tərəfə çevirək. Bu sualda deyilir ki, 1 mol bir atomlu ideal qaz izobar qızanda onun həcmi 4 dəfə artır. Qazın başlanğıc temperaturu 27 Selsi dərəcə olarsa, genişlənmədən sonra onun daxili enerjisi necə dəyişəcəkdir? Verilənlərimizi birinci yazaq. Maddə miqdarımız neyonu bizə 1 mol veribdir. Bax, bu hissəyə fikir verir. Həcm 4 dəfə artır. Dəfə artım olanda ikinci hərfi birinci hərfə bərabər edirsən, dəfə artırsa, onda bu vurulsun 4V1 olacaqdır. Sonra qazın başlanğıc temperaturu 27 Selsi dərəcə verilibdir.
Yəni bizə bu verilən birinci temperatur 27 Selsi dərəcədirsə, bunu mütləq əsas failə çevirmək lazımdır. Verilən Selsi dərəcənin üzərinə 273 gəlirəm. Onda birinci temperatur, bax bunun yerinə 27 yazıram. Elə buradan yazaq da belə. 27-nin üzərinə 273 gəldikdə bu da eləyəcəkdir 300 Kelvindən ibarət. Yəni bizim birinci temperaturumuz 300 Kelvindir. Bunu yazın bir kənara və bu hissədə bizə lazım deyil. Sonra deyir ki, genişlənmədən sonra genişlənmə sözü nəyə məxsusdur? Həcmin artmağına məxsusdur. Deməli, həcm artır. İndi həcm artırsam, sən artıq burada temperaturla bunu əlaqələndirə bilərsən. Bilirik ki, Klaperon tənimi qısa şəkildə yazsaq, T bərabər PV olduğunu, həcm artarsa, deməli, temperaturumuz da yüksələcəkdir. Yəni, düz asıdır da bunlar. Ona görə indi bax, bizə burada verib. V2 bərabər 4V1-dir. Eyni ilə T ilə V necə bir-birindən düz asılı olduğu kimi, bax, eyni ilə bu ifadəni temperatura da yaza bilərsin. Axı düz asılıdır ona görə. Deməli, T2 bərabərdir. Bu da 4T1-dən ibarət olacaqdır. Və ikinci son temperatur, genişlənmə onun son halıdır da, yəni temperaturun da artır eyni ilə həcm kimi. Ona görə biz sonuncu halını, yəni T2 halını biz tapmalıyıq və bunu da tapıb çıxaranda onda olacaq belə 4 vurulsun. T1 nə qədərdir? 300 Kelvindir. 4-ü 300-ə vurduq və bizim sonuncu temperaturumuz elədi 1200 Kelvindən ibarət. Bunu yazın bir kənara. Mənə ancaq genişləmədən sonraki bu daxili enerjini soruşduğuna görə daxili enerjimizin verilən fiziki qiymətlərə uyğun düsturu 2-də 3 nu RT-dir. Genişlənmə bunun son halıdır. İkinci haldır deyə ayaqlarına 2 atacaq indekslərini. 2-də 3 vurulsun. Maddə miqdarımız 1-dir. Yerinə 1 qoyduq. Universal qaz sabitimiz 8-dir. Sonuncu temperatur da, yəni genişlənmədəki sonraki temperatur 1200 oldu. İndi buradan sadələşdirək. Deməli, 8 ilə 2 yıxsar onu 4. Sonra 4-ü 12-yə vurduq. Belədir 4800. Elə buradan yerindəcə yazaq. 4800 və 48-i də buradan 3-ə vuranda bu da 2 0 3 dəfə 8 4 yazıq 2 hətta 12 2 də üzərinə gəldi oldu 14400 joule. Bunu da kilojoula çevirəndə kilo 10 üstü müsbət 3 deməkdirsə onda bu da olacaq 14,4 kilojoule və 17 D variantına gedəcəkdir. 18-ci suala baxın. Sabit temperaturda bir atomla ideal qazın daxili enerjisinin nə veribdir? Maddə miqdarının asılığı var və qazın temperaturu necə dəyişəcəkdir? Deməli belə, bizim bax bu hissədəki daxili enerjimiz 12 kilojouldur. Kilo da 10 üstü 3 deməkdir. Maddə miqdarımız da 5-dir. Temperatur da soruşulur. Bu verilən fizik qiymətlərə uyğun düsturumuz U bərabərdir 2-də 3 nu RT-dən ibarətdir. Temperatur soruşulduğuna görə temperatur bərabərdir 2U bölünəcəkdir 3 nu R-dən ibarətdir. Daxili enerjimiz 12 kilojouldur. Kilo 10 üstü müsbət 3 deməkdir. Və düstur 3 vurulsun nu maddə miqdarımız bizim burada 5-dir. Universal qaz sabitimizdə 8-dir. Buradan qalır indi sadələşdirmək. Deməli, 12 ilə 3 yıxsar onda qaldı 4. Sonra 8 ilə 4-ü ixsar edək. Məxrəcdə 2 qaldı. Bu 2-lər də bununla ixsar olundu. Qaldı bizim son ifadəmiz bu şəkildə. 10 üstü 3 yəni 1000 bölünsün 5-ə. 1000-i də 5-ə böləndə bu da gəldi elədi 200 Kelvin və 18A variantına gedir. 19-cu sual. Verilmiş kütləli bir atomu ideal qazın daxili enerjisinin mütləq temperaturdan asılığı hansıdır? Verilmiş kütlə deyirsə, bu kütlənin sabit olmağıdır ki, düsturumuzda sabit hərf olmalıdır. Və U bərabərdir onda 2-də 3. N'nun yerinə götürəm kiçik M bölünsün böyük M, RT-ni yazıram. Kütlə sabitdir, buna dəymirəm. Amma daxili enerjimiz temperaturla düz asılıdır. Və düz asılığımızın qrafiki 19-da Y variantına gedir. 20-ci sualda sabit temperaturda, indi isə temperaturumuz sabit olacaqdır. T konstantdır, yəni bu düsturda iştirak edəsidir. Daxili enerjimizin düsturu necə idi? U bərabər idi 2-də 3 nu RT və buradan da görürəm ki, U maddə miqdarı ilə düz mütənasib asılıdır ki, bu qrafikdə 20-də C variantı kimi gedəcəkdir.
21-ci sual. Sabit kütləli bir atomlu ideal qaz üzərində qapalı proses aparılır. Yəni qapalı proses budur ki, bax belə bu cür şəkildə bağlı qapalı proses şəklində gedir. Sonra bir diaqramın hansı hissəsində ideal qazın daxili enerjisi azalır? Deməli, P və V aralığında daxili enerjimizin azalmağına baxıram. Verilən fiziki əməklər PV-dir deyə. Daxili enerjimizin P ilə V ilə əlaqəli düsturu 2-də 3 PV-dən ibarətdir. İndi nə görəcəm mən burada? Daxili enerjin azalırsa P və V enerji ilə düz asılıdır. Yəni onda enerjin azalırsa həm sənin təzyiqin azalacaq, həm də həcmin azalacaqdır. İndi birinci təzyiqə baxıram. Təzyiqin azalan hissəsində, bax bu təzyiq xəttin belə deyilmi? Onda sənin bu xəttin üzü aşağı gələcək bu cür şəkil. Belə bir variant yoxdur. Ona görə indi bu hissəyə baxıram, həcmə baxıram. Həcmin azalmağı lazımdırsa, həcm xətlərin ya bax bu cür şəkildə gedəsidir. Burada uyğun gələn cavabımız bizim D-dən A-ya gedilən tərəfimizdir. Bax, bu xətti götür eyni ilə həcm xəttinin üzərinə belə sürüşdür. Onda görəcəksən ki, bax, buradan həcm neyinir? Sıfıra doğru gedir. Bunu izahda danışmışdıq ki, fiyasi fiziki əməliyyat sıfıra yaxınlaşırsa o azalır. Deməli, həcm sıfıra yaxınlaşdığı üçün həcm azalır. Həcm azalırsa onda daxili enerjimiz də bizim azalacaqdır. Yəni, hansı aralığı oldu bu? DA aralığı. Bu DA aralığı da 21-də gedəcəkdir A variantına. 22-ci sualda isə daxili enerjin artır. Yenə daxili enerjimiz artırsa düstur 2-də 3 PV-dir. Ya buradan bizim təzyiqimiz artmalıdır, ya da həcmimiz artmalıdır. Çünki bunlar düz asılıdır bir-birindən. Həm təzyiqin artan hissəsi və yaxud da həcmin artan hissəsini götürəcəm. Deməli, təzyiq xəttim buradadırsa, xəttimiz onda bizim üzü yuxarıya doğru belə gedəsidir. Belə bir variant da yoxdur. İndi həcmə baxıram onda. Həcm xətti üfüqi xəttədir. Həcmin artmağını istəyirsənsə, oxun bax bu cür şəkildə gedəsidir. Bax bu oxu götür, həcmin üzərinə sürüşdür. Həcm neyir? Sıfırdan uzaqlaşır. Deməli bu onun artan hissəsidir. Gördüyümüz kimi bu hissə də harda verilib? B-C aralığında verilibdir. Onda 22 olacaqdır D variantı. 23-cü sual. Təzyiq 2 kilopascal, daxili enerji 6 kilojoldur. Bir atomlu ideal qazın həcmi nəyə bərabərdir? Təzyiq P ilə yazılır. 2 kilopascal verilibdir. Daxili enerjimiz 6 kilojoldur və həcmdə soruşulur. Bu verilən fiziki əməklərə uyğun düsturumuz U bərabərdir 2-də 3 PV-dir. Həcm buradan soruşulursa, o zaman V-də bərabər olacaqdır 2U bölünəcəkdir 3P-yə. Deməli 3-dəki daxili enerjimiz 6 kilojoldur. Kilo 10 üstü müsbət 3-dür. Təzyiqimiz də nədir? P. P də 2 kilopaskaldır. Dedik kilo da 10 üstü müsbət 3-dür. Onsuz da bu 10 üstü 3-lər buradan ixsar olunur. Qalır bu cür şəkildə. Sonra 2 ilə 2 ixsar olunur. 6-nı 3-ə böldü 2. Həcm elədi 2 kub metr və 23 A variantıdır. 24-cü sualda isə diaqramın hansı hissəsi verilmiş kütləli ideal qazın izoxor qızmasına uyğundur? Mən U ilə burada sıxlığı görürəm. Bax, burada bəzən ronu siz P-yə oxşadırsınız. Diqqətli olun. Belə olanda çaşırsınızsa götürün onu mötərizənin içində oxuyun mənasını. Bax, qazın sıxlığıdır. Deməli, rodur. Onda biz neyəcək? İzoxor qızma nə deməkdir? İzoxor sözü həm sıxlığın, həm həcmin, həm konsentrasiyanın bunların dəyişməz olan aralığıdır. Deməli, indi görürəm ki, sıxlıq xəttim üfüqi xəttədir. Sıxlıq burada dəyişmirsə, xətt buna perpendikulyar şəkildə gəlir. Yəni, bunu kəsmədir. Ya bu aralığı götürəcəm, ya da bu aralığımızı götürəcəm. Yəni, 2, 1 ya da 3, 4 olacaq. İndi sadəcə baxaq ki, biz bunun hansı aralığını götürə biləcək. Qızma sözünü gördümsə, bu temperaturun yüksəlməyidir. Temperaturun yüksəlirsə, buradakı fiziki kəmət daxili enerjidir. Daxili enerjimlə temperaturu əlaqələndirəm ki, U da bərabərdir 2-də 3 nu RT-dir. Qoy bunu sərgəl yazım, belə çox qarışıq yazdım. U bərabər 2-də 3 nu RT-dir. Onda daxili enerjimizlə temperatur düz asılı olduğuna görə, deməli bizim daxili enerjimiz artacaqdır. Daxili enerjinin artan hissəsində oxun, bax belə yuxarıya doğru gedəcək. Bu isə bunun buradakı bu aralığına uyğun gələrək cavabımız burada 1-2-yə gedəcəkdir ki, 24Y variantıdır. 25-də isə izoxor soyuma deyir. Yine izofor sözün gördüysə, bax elə 25-dəki kimi izahımız olacaqdır.
Yəni həcm dəyişmir, sıxlıq da konsentrasiya dəyişmir. Sıxlıq da buradan gördüyümüzdə yenə ya bu xətti götürəcəm, ya da bu xətti götürəcək. Sonra soyuma deyir. Soyuma sözü temperaturun azalmağıdır. Dedik ki, temperaturla daxili enerji düz asılı olduğuna görə onda daxili enerjimiz də azalacaqdır. Daxili enerjinin azalmağını istəyirsənsə xəttin üzü aşağı doğru gecir. Çünki bu xətti köçürdəndə daxili enerjinin üzərinə sıfıra doğru yaxınlaşır. Onda bura uyğun gələn cavabımızdır. Gördüyümüz kimi hara getdi? 3-dən 4-ə olan aralıq olacaqdır. Hə, 3-dən 4-ə olan aralıq bu da 25-də D variantıdır. 26-ya baxaq. Bir dəqiqə nəsə qalmadı buradan yox. 26-cı sualımızda isə verilmiş kütləli ideal qazın izobar soyması zamanı daxili enerji və sıxlıq necə dəyişəcəkdir? Deməli, izobar sözü bilirik ki, təzyiqin dəyişməz olmağı deməkdir. Yəni, təzyiq nə artacaq, nə azalacaqdır. Soyuma sözü isə temperaturun azalmağı deməkdir. Temperaturun azalırsa, daxili enerjimizlə temperaturun əlaqəli düsturu 2-də 3. Bax, verilmiş kütlə deyirsə, deməli, kütlə sabitdir. 2-də 3, kiçik m bölünsün böyük m, RT-dir. Görürük ki, temperatur ilə daxili enerjimiz düz asıdır. Onda deməli, daxili enerjimiz də azalacaqdır buradan. İndi sıxlığa baxıram. Sıxlığın düsturu da ρ bərabərdir Pm bölünsün RT-dir. Bax, buradan təzyiqin dəyişmirsə, bununla işimiz yoxdur. Sıxlıq ilə temperatur bir-birlərindən tərs mütənasib asılıdır. Temperaturun azalarsa, deməli, sıxlığın da artacaqdır. Cavab nə oldu? Azalar artar. Və cavab burada 26-da C variantıdır. 27-ci sualda izotermik genişlənmədir. Deməli, izotermik sözünün mənası həcmin dəyişməzidir. Yəni, temperatur nə artır, nə azalır, sabit olacaqdır. Sonra, verilmiş kütlə buradan deyirsən, deməli, kütləmiz də bizim konstant olacaqdır. Bu iki hərfimiz dəyişməyəcəkdir. Genişlənmə sözü isə həcmin artmağı deməkdir. Yəni, həcmin artacaqdır. İndi bunu sıxlıqla əlaqələndirəcək. Hələ birinci T və M olan tərəfə baxıram. Daxili enerjimizin bunlara uyğun düsturu 2-də 3, kiçik m bölünsün böyük m RT-dir. Deməli, bax, burada kütlən dəyişmir, temperaturun da dəyişmir. Universal qaz sabiti, molar kütlə, bu fiziki əməklər də heç vaxt dəyişmirsə, o zaman daxili enerji necə dəyişə bilər? Heç cürə dəyişə bilməz. Deməli, daxili enerjimiz dəyişməz. Ya cavab B-ni götürəcəm, ya D-ni, ya da Y-ni. Bu 3 aralıqda qalıram. İndi sıxlığa baxıram. Sıxlığımızsa ρ bərabərdir M bölünsün V-dən ibarətdir. Həcm artarsa sıxlıqla tərs asılı olduğu üçün sıxlıq o zaman azalacaqdır. Deməli, necə olur? Dəyişməz azalar 27 B variantıdır. 28-ə baxaq. Verilmiş kütləli ideal qaz bir halından iki halına keçəndə həcm və daxili enerji necə dəyişir? Deməli, P və T görürəm. Niyə görə P ilə T bir-birindən düz asılıdır? Bu düsturumuza əsasən P bərabərdir ρ RT bölünsün M idi. Belə. Və yaxud da bunu həcm deyirsə, gəl elə həcmlə əlaqələndirək. Klapiron təhlilimizi yazıram. PV bərabərdir kiçik m bölünsün böyük M RT-dir. Təzyiqi tapanda həcmi atıran məxrəcə qalır bu şəkildə. Deməli, təzyiqlə temperatur bir-birindən düz asılı olmaqda səbəb, həcmimiz bizim burada dəyişməz. Yəni, V buradan konstant olacaqdır. V də əgər konstantdırsa, həm sıxlıq, həm konsentrasiya üçü birlikdə dəyişməyəcəkdir. Deməli, həcmi tapıram ki, həcm dəyişməyəcək. Bəs daxili enerjimiz necə dəyişəcək? Daxili enerjimizin düsturu isə 2-də 3, kiçik m bölünsün böyük M RT-ni yazıram. Nə üçün onu? Çünki verilmiş kütlə deyirsə, deməli kütlən dəyişməyəcək. Daxili enerjimizdən temperatur düz asılıdır. İndi biz nə görürük bu qrafikdə? Görürəm ki, bu ox görsə necə gedir? Temperatur sıfırdan uzaqlaşır. Yəni, temperaturun artır. Temperaturun da artarsa, deməli, daxili enerjinin də artacaqdır. Biz nə tapdıq? Daxili enerjimiz artır, həcm isə dəyişməyəcəkdir. Həcm dəyişməz, sabit qalar. Daxili enerjimiz bizim artacaqdır. Bu cavabı görə bilmirəm. Axı, həcm sabit qalır, daxili enerji artar. Aha, 28 Y variantına gedir. 29-da sabit kütləli bir atomu ideal qazın daxili enerjisi həcmdən asılığı verilir. Bir halın iki halına keçəndə, deməli, bir halın iki halına keçəndə təzyiqi soruşur ki, təzyiqi necə dəyişəcəkdir? Buradan görürəm ki, bizim daxili enerjimiz dəyişmir. Bunun da işimiz yoxdur. Amma bax, birinci halda sənin V1-in V0-dır.
İkinci hala gələndə isə V2 sərin oldu 3V0. Buradan da deməli bizim daxili enerjimiz dəyişmirsə, temperaturumuz da o zaman sabit olacaq, dəyişməyəcəkdir. Və P ilə V-ni əlaqələndirəm. Klaperonun təlimi qısa şəkildə belə yazırdıq. B bərabər T bölü V. P ilə V bir-birindən tərs asılı olduğuna görə, onda biz ikinci halın həmişə birinci hala nisbətini tapırıq dəyişmək üçün. Həcmə də təzyiq tərs mütənasib asılıdır deyə, onda V1-in də V2 olan nisbətini yazacağım. Birinci həcmimiz V0, ikinci həcmimiz 3V0'dır. Buraya V0, burada 3V0, onda bu da elədi 3'də 1, yəni məxrəc olduğuna görə burada təzyiq 3 dəfə azalır və 29 deyə var. Yəni qısa şəkildə bunu bax belə də yazılır. Təzyiqlə bilirik ki, həcm bir-birindən tərs asılıdır. Həcm nə oldu? 3 dəfə artdı. Birinci hal V0 idi, gəldi oldu 3V0. Həcm 3 dəfə artırsa, təzyiq 3 dəfə azalır. Niyə? Çünki bunlar tərs asılıdır. 30-cu sual. İzoxor soyuma zamanı verilmiş kütləli ideal qazın. Deməli, izoxor sözünü gördün. Demək ki, bu həcmində, sıxlığın da konsentrasiyasında üçünün də birdən dəyişməz olmağı deməkdir. Sonra soyuma sözü isə temperaturun azalmağı deməkdir. Deməli, temperatur aşağı düşür, azaldı. İndi buradan daxili enerjimizi verdiyinə görə U da bərabərdir 2-də 3. Nu RT, Nu'nun da yerinə kiçik M bölünsün böyük N yazar. Çünki deyir bizə verilmiş kütləli, yəni M'imiz bizim sabitdir deyə bu düstur götürüləcəkdir. Temperaturun da azaldısa, deməli daxili enerjim azalır. Çünki səbəb bunlar düz asılıdır. Daxili enerjim azalacaq, həcm, sıxlıq, konsentrasiya dəyişməyəcəkdir. Bunu verməyib, təzyiqi verib. Yaxşı, bunu təzyiqimizi əlaqələndirik. Temperaturum aşağı düşüb azalırsa, klaperon təlimizdə belə idi qısa şəkildə. PV bərabər T'dir. T ilə P də bir-birlərinin düz asılı olduğuna görə onda təzyiq də azalacaq. Həm daxili enerjimiz, həm də təzyiq azalacaqdır. Daxili enerji və təzyiq azalar 30 gedir B variantına. 31-ci sualda. Verilmiş kütləli ideal qaz bir halından iki halına keçəndə daxili enerji və həcm necə dəyişir? P ilə T nəyə görə bir-birindən düz asılıdır? Bax, bu düsturumuza görə də P bərabərdir. Kiçik M bölünsün böyük M, RT, məxrəcimizə də V'dir. Buradan deməli təzyiqlə temperatur bir-birindən düz asılıdır deyə kənarda qalan bu makroskopik dəyişən yana parametrlər V. Həcmimiz artıq bizim bu xəttdə dəyişməyəcəkdir. Dedik, həm həcm, həm sıxlıq, həm konsentrasiya bunların üçü birlikdə sabit olur. Oxa fikir ver, ox aşağı doğru gedir. Deməli, həm təzyiqin azalır, həm də temperaturun azalır. Temperatur da azalırsa, daxili enerjimiz temperatur ilə düz asılıdır. Onda daxili enerjimiz də azalacaqdır. Daxili enerjin azalır, həcm isə dəyişməz olaraq 31 gedir B variantına. Yəni, mütləq 30-cu, 29-cu sualların izahına baxın ki, düsturları orada qeyd etmişdim. 32-ci sualda Elirvin diaqramda uyğunluğu müəyyən edirəm. İzotermik sıxılma və izobar soyumu. İzotermik sözünün mənası temperaturun dəyişməz olmağı deməkdir. Sıxılma sözünün mənası bu isə həcmin azalmağıdır. Bax, indi sən neyirsən? Həcmlə sıxlığın tərs mütənasib asılı olduğuna görə onda sıxlığını artıracaqsın. Çünki niyə? Rho bərabər M bölü V deyil. Həcmin burada sən azaldısa, deməli sıxlığın artacaqdır. Sonra təzyiqi də götür əlaqələndir. Təzyiqlə də həcm tərs mütənasib asılıdır. Bax, bu düstura görə P bərabər T bölü V deyil. V ilə P bir-birindən tərsdir. Onda həcm azalırsa, deməli təzyiq də artır. Bax, bu hissələrimizi biz tapdıq. İndi isə keçirəm izobar soyunmamıza. İzobar sözünün mənası təzyiqin dəyişməz olmağı deməkdir. Təzyiq dəyişməyəcəkdir. P konstantdır. Sonra soyuma sözü temperaturun azalmağı deməkdir. Temperaturun azalırsa, indi həcmi müqayisə elə. Deməli, PV bərabərdir T olduğundan temperatur ilə həcm düz mütənasib asılıdır. Buradan temperaturun aşağı düşərsə, deməli həcm də aşağı düşəcəkdir. Onda yazıram ki, həcm, yəni V də azalmış olacaqdır. İndi sıxlığa baxıram. Dedik ki, sıxlıqla da həcm tərs mütənasibdir. Onda sıxlığımız da artır. İndi oxuyaq şərtlərimizi. Deyir, qazın həcmi azalır. Birinci vəziyyətdə həcm azaldı, ikinci vəziyyətdə də həcm azaldı. Deməli, bu ifadə hər ikisinin ortağına gedəcəkdir. Qazın sıxlığı artır. Həm birinci vəziyyətdə, həm ikinci vəziyyətdə sıxlıq artır. Bu da ikinci şərtdə hər ikisinin ortağına gedəcəkdir. Temperatur sabit qalır. Temperatur birinci şərtə görə verib sabit qalır.
4-də deyir ki, qazın daxili enerjisi sabit qalır. Daxili enerjin sabit qalırsa, o da bərabərdir 2-də 3 neu RT olduğuna görə daxili enerjimizdən temperatur düz asılıdır deyə, həm də verilmiş kütlə deyirsə, kütlən də dəyişmir. Neonun yerinə kiçik m bölünsün böyük m yazanda bu fiziki əməklərin heç biri qısacası dəyişməyəcəkdir. Onda daxili enerjimiz də bizim dəyişməz və bu ifadə izotermik sıxılmaya gedir. Sonra digər şərtdə isə qazın poloşinə görə təzyiq qüvvəsi sabit qalacaqdır. Təzyiq qüvvəmiz F-dir. Təzyiq qüvvəmiz bərabərdir. Təzyiq vurulsun sahədir. Bax, təzyiqin dəyişmirsə, deməli təzyiq qüvvən də dəyişməyəcəkdir. Onda bu ifadə izobar soymaya gedir. Tapdığımız cavablar birinci uyğun gəldi 1-4, ikinciyə 5 gedəcəkdir. Üçüncünün də ortaq cavabı 1-2-dir. Bunu yadda saxlayın. 1-4-5-1-2. 1-4-5-2. Mən nəyəsə burada səhvini yazdım. Nəyəsə səhvini dedim burada mən. Bura üzr istəyirəm. Bura 3 gedir. Niyə bura 1 qoymuşam ki mən? Deməli 3, 4, 3, 4, 5, 1, 2. Aha, 3, 4, 5, 1, 2. Getdi cavabımız 32-də D variantına. Yox, üzr istəyirəm. 3, 4, 5, 1, 2 dedim axı. Cavab buradan Y variantına getdim. 35-ci sual. Verilmiş kütləli ideal qazın təzyiqinin konsentrasiyanın asılığı verilir və daxili enerjimiz deyir harda azalacaqdır. Deməli, daxili enerjimin azalmağını istəyirəmsə, onda mən təzyiq konsentrasiya var deyə gəl bu düsturu götürüm 2-də 3 PV-ni götürürəm. Amma həcm yoxdur da konsentrasiyadır. Konsentrasiya ilə həcmimizin əlaqəli belə bir düsturu var idi. V-ni tapanda V ilə N yerlərini dəyişir. Belə yazacağım. Bunu da gətirim V-nin yerinə bu ifadəni yerləşdirim. Elə bunu birbaşa yerinə də qoyub tapaq. Yəni onda olacaq say bölünəcəkdir konsentrasiya. Mən görürəm ki, daxili enerjim təzyiqlə düz asılıdır. Amma daxili enerjim konsentrasiya ilə tərs asılıdır. Bizə deyir ki, daxili enerjim azalır. Daxili enerjim azalarsa, deməli təzyiqimiz azalacaq. Bunu kənardan yazıram. Təzyiq azalacaq. Təzyiqin xətti görürsən hardadır? Belə şaquli xəttədir. Təzyiqin azalmağını istəyirsənsə, oxun üzü aşağı gedəcək. Belə bir variant da yoxdur. Ona görə bu təzyiqin azalmağını yaza bilməyəcəm. Keçid edirəm konsentrasiyamıza. Konsentrasiya isə daxili enerjinin tərs mütənasibətlidir. Onda bizə lazımdır ki, konsentrasiyanın artan tərəfi. Konsentrasiya xəttimizi üfüqi xəttədir. Onda konsentrasiyanın artanı istəyirsənsə, xəttin bu cür şəkildə sağa doğru gedəcəkdir. Buna uyğun gələn cavab da 1-2-dir. Çünki o 1-2-ni götür konsentrasiyanın üzərinə sürüşdür. Neynir bu? Sıfırdan qaçır gedir uzaqlara. Yəni konsentrasiya artır. Sıfırdan uzaqlaşanlar artar, sıfıra yaxınlaşanlar azalır. Cavab 1-2 və 33B variantıdır. 34-cü sualda. Verilmiş kütləli ideal qazın təzyiqinin temperaturun asılı qrafiki verilir. Qrafik üzərindəki 1-2 nöqtələrinə uyğun fiziki əməklərin qiymətləri eyni olacaqdır. Ümumiyyətlə, hansı düstura görə P ilə T bir-birlərindən düz mütənasibətlidir? Klapiron təlimimizi qısa şəkildə yazsaq, PV bərabər T-dir. Təzyiq temperatur ilə düz asılıdır. Deməli, kənarda iştirak etməyən hərfimiz bizim sabitdir. Yəni burada V konstantdır. Həmçinin dedik ki, əgər həcm sabitdirsə, həm sıxlığı, həm konsentrasiyası üçü birindən dəyişməyəcəkdir. Bu da mənə eyni deyir. Deməli, sıxlıq, konsentrasiya, həcm dəyişmir. Sıxlıq, konsentrasiya, həcm. Burada verilənlər 1-4 olur. 34 gedir A variantına. 35-ci sual. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesimizdir. Bax, bu bizim. Bu prosesimiz təsvir olunur. İzoxlor qızmada qazın daxili enerjisinin dəyişməsi necə olacaqdır? Birinci bu sözü analiz edək. İzoxlor sözünün mənası həcmin, həm sıxlığın, həm konsentrasiyanın dəyişməyidir. Məsələn, bu içində həcm yazılır. V-miz bizim dəyişməz, konstantdır. Deməli, V xəttin üfüqi xəttədir. Əgər V dəyişmirsə, mən ya 1-4 aralığını götürəcəm, ya da 2-3 aralığını götürəcəm. Yəni, bax, bu 2 aralığımızı götürəcəm. İndi bilmirəm hansını. Sonra qızma deyilir. Qızma sözü isə temperaturun yüksəlməyə deməkdir. Temperaturum yüksəlir, amma qrafikə baxıram P və V-dir. P dəyişmir, onu dəymirəm. Onda P ilə T-ni əlaqələndirəm. P ilə də T bir-birlərindən düz asılı idi da, belə götürək.
Deməli, onda bizim buradan temperaturumuz yüksəlirsə, təzyiqimiz də yüksələcək, təzyiq də artacaqdır. P-nin artan hissəsi isə F xəttin harda yerləşibdir? Görürsən, şaquli xətt. Onda təzyiqin artan tərəfi oxun üzü yuxarıya doğru olacaqdır. Onda oxun üzü yuxarı olan tərəfi biz 4, 1 aralığına götürəcək. Və salam tapdığımız bizim aralıq bax bu yaşıl olan hissədən ibarətdir. İndi isə gətirəm daxili enerjimizin P ilə V ilə əlaqəli olan düsturunu yazıram. Bu bərabərdir 2-də 3 PV-dir. Bax, həcm dəyişmədi, düzdürmü? Elə həcm sabit olaraq V0-ın üzərində qalır. Amma təzyiqin dəyişir. Bax, 3P, P0-dan gəldi, oldu 3P0. Təzyiq dəyişdiyinə görə bunun ayağına delta P atıram və indi hesablayıram. Bu bərabərdir 2-də 3. Həcm dəyişmir, onu qırağa qoyuram. Bu delta P-nin də açılışı son haldan başlanğıc halı çıxıram. P son haldan çıxıram P başlanğıcı, bunu belə yazıram. Sonra 2-də 3 dursun yerində. Həcmimiz bizim burada nədir? De görürük, sabitdir də. Nədir? V0-dır. Həcmin yerinə V0 yazıram. Təzyiqimizin son halı 4-dən 1-ə gəlib. Son halımız bizim 3P0, başlıq halımız da P0-dır. Və 3P0-dan 1P0-ımızı çıxıram və bunu sadələşdirirəm. 2-də 3, V0, 3P0-dan P0-ın çıxanda 2P0'lar gedir. Qalır 3P0, V0 və cavabımız buradan 35-də Y variantıdır. 36-cı sual. Verilmiş kütləli bir atomlu ideal qazın molekullarının orta kinetik enerjisinin təzyiqdən asılı qrafiki verilir. Qaz molekullarının daxili enerjisinin həcmindən asılı qrafiki bu prosesdən hansına uyğun gələcək? Deməli, mən nə görürəm? Kinetik enerjimiz şaquli xəttədir. 1-2 sona perpendikulyardır. Bu deməkdir ki, kinetik enerjin sənin dəyişməyəcəkdir. Kinetik enerjimiz bizim dəyişmirsə, onda kinetik enerjimizin temperaturla əlaqəli düsturunu götürürəm. 2-də 3 KT-dir. Deməli, K sabit hərfdir. Kinetik enerji də dəyişmədiyinə görə demək ki, temperatur da dəyişməz. Yəni, temperatur da gedəcəkdir, sabit olacaq. T konstantdır. İndi isə təzyiq xəttinə fikir verirəm. Təzyiq xəttimiz bizim üfüqi xəttədir. Və bu oxun da təzyiqlə eyni istiqamətə gedirsə, bu təzyiqin artmağıdır. Çünki bunu sürüşdür, təzyiqin üzərinə qoy, sıfırdan uzaqlaşdı. Deməli, bu isə təzyiqin artmağı deməkdir. Təzyiq artır, qrafikdə bizə həcm verir. Təzyiqlə də həcm tərs mütənasib asılı olduğuna görə, onda həcmimiz bizim azalacaqdır. Deməli, nə tapdıq biz? Temperatur dəyişmir, həcm azalır. Temperaturla da daxili enerjimizi əlaqələndirəm. Çünki daxili enerjimiz də bizim dəyişməyəcək. Daxili enerjim dəyişmir, həcm azalır. Burada bu cavab da C variantına getir. Bax, daxili enerjin dəyişmir, həcm azalır. Bu xətti də həcm üzərinə qoysan, həcm sıfıra yaxınlaşırsa, deməli bu onun azalır və 36 C variantına gedir. 37-yə baxaq. Deməli, 37-ni yazmaq istəyirsə, 36-ın izahına baxın. Həcm, kinetik enerjinin dəyişməzsə, deməli temperaturun da dəyişmir. Temperaturun dəyişmirsə, daxili enerjin də dəyişməyəcəkdir. Sonra oxa fikir verirsən. Oxda görürsən, nə olur? Bu oxun sağa doğru gelirsə, deməli həcmin sənin artmış olacaqdır. Həcmin də artarsa, demək ki, təzyiqin də azalacaq. Niyə? Bunlar çünki tərs mütənasib asılıdırlar. Daxili enerjimiz dəyişmir, həcmimiz də artır. Təzyiqimiz də azalır, təzyiq verilir deyə. Təzyiqin də azalırsa, onda B variantını götürürəm. Bax, daxili enerjinin dəyişmir, xətt onu kəsməlidir. Sonra təzyiqin azalırsa, bu oxun əksinə doğru gedir də. Yəni belə olur 37-də B variantı. Mütləq 36-nın izahına baxın, orada daha ətraflı danışdım. 38-ci sual. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesdə təsvir olunmuşdur. İzoxor soymada daxili enerjinin dəyişməsi nə olacaqdır? Bax, izoxor sözü nə deməkdir? Həcmin dedik ki, dəyişməsi deməkdir. Dəyişmir daha doğrusu. V-miz konstant, sabit qalır həcm. Sonra soyuma nə deməkdir? Temperaturun azalmaq, aşağı düşməyə deməkdir. İndi bizim həcm xəttinə fikir verir. Həcm üfüqi xəttdə yerləşir. Həcm dəyişmirsə, xətt onu kəsməlidir. Yəni, ona perpendikular getməli. Ya mən 4-1 aralığını götürəcəm, ya da 2-3 aralığını götürəcəm. Bu belə. Temperaturun azalırsa, mən baxıram ki, burada təzyiq verildir. Deməli, təzyiqlə temperaturu əlaqələndirəcəm. Temperaturumuzun da düsturu qısa şəkildə PV-dir ki, T ilə P bir-birindən düz asılıdır. Temperaturun azaldısa, deməli, bizim təzyiqimiz də azalacaqdır. Təzyiq xəttimiz şaquli xəttədir.
Təzyiqin azalır deyirsə, onda oxun üzü aşağı doğru gedəcək. Bu variantda buradan 3-dən 2 olan aralığımız olur. Onda yəni mən bu hissənin ancaq daxili enerjisini hesablamaq məcburiyyətindəyim. Və yazıram. Düsturumuzu yazıram. Bu bərabər deyilmi? 2-də 3 PV'dir. Həcm dəyişmirsə, bunu saxlayıram bir qıraqda, amma təzyiq dəyişdiyinə görə bunun ayağına delta P atacağım. Və bunun da açılışı belə olacaqdır. 2-də 3, V durur yerində. Delta P'nin açılışı son haldan başlanğıc halımıza çıxıram. Sondan çıxıram başlanğıc. İndi P2 minus P1'dir. Sadəcə burada 3-2 nöqtəsi var deyə, o sizi çaşdırmasın deyə sondan başlanğıcı yazıram çıxma. Deməli, bizim bu çıxış yolumuz 2'dir. Bu bizim başlanğıcımızdır. P başlanğıc. Burası 3 nöqtəsi də bizim son vəziyyətimizdir. Belə. Onda götürürəm, buradan yerləşdirirəm. 2-də 3. Həcmimiz dəyişmir də. Həcmdən işimiz yox. Sabit olaraq 3V0'dır bunun qiyməti. Həcmin yerinə yazıram. 3V0 çıxılsın. Son təzyiqimiz 1P0'dır. Başlanğıc təzyiqimiz də 3P0'dır. Bunu da yazsaq 3P0 və sadələşdirirəm burada. 3'ü 3'e vurduq, elədi bu 9V0 bölünsün 2. P0'dan 3P0'ın çıxanda bu mənfi 2P0 elədi. Mənfilər atılır, qaldı nə? Mənfi 9P0, V0 və bu sual 38'də C variantıdır. 39'a baxıram. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir olunmuşdur. İzoxor qismada daxili enerji necə dəyişəcəkdir? Yine bax, mütləq 38'in izahına baxın. İzoxor sözü həcmin dəyişməz olmağı deməkdir. Yəni V konstantdır. V konstantsa xətt ona belə perpendikular şəkildə gedəcək. Ya mən 4-1 aralığını götürəcəm, ya da 2-3 aralığını götürəcəm. Sonra isə burada nədir? Qızma deyil. Qızma sözü temperaturun yüksəlməyidir de, təzyiqlə düz asılı olduğu üçün təzyiq də yüksəlir. Təzyiq xəttim şaqulidir. Deməli, təzyiqin yüksəlməyə oxun üzü yuxarıya doğru gedəcəkdir. Bu oxun üzü yuxarıya doğru gedilən aralığı deyə bax, bu aralıqdır. Belə 4-1 aralığına mən ancaq baxacağım. Başqa heç bir yerə baxmayacağım. İstəsən gəl bu yanları da silək ki, daha da aydın görə bilək biz bu hissəni. Belə. İndi başlayıram yenə daxili enerjimizin düsturunu yazmağa. U bərabərdir 2-də 3 PV'dir. Təzyiq dəyişdiyinə görə ayağına delta P atıram. Amma həcm toxunulmazdır, dəyişmir. 2-də 3 həcmi saxlayıram yerində. Bir delta P'nin açılışı son haldan başlanğıc halımıza çıxacam. Və U bərabərdir 2-də 3. Bizim həcmimiz nədir elə? Həmişə sabit olaraq burada V0 olaraq durubdur. Bunun yerinə V0 yazdım. Son təzyiqimə baxıram. Bax, 4-dən 1-ə gəldisə, son halımız bizim 2P0'dır. 4-dən çıxdığı üçün bu isə onun başlanğıcıdır. Yəni, sonun yerinə 2P0 yazıram. Başlanğıcın da yerinə P0 yazıram. Və bunları buradan sadələşdirsəm, olur 3V0 vurulsun P0 bölünsün 2. 3'ü də 2'ye böləndə bu delədi. 1/5 P0, V0 və 39A variantına gedir. 40-cı suala baxıram. Sabit kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir olunmuşdur. İzobar genişləmədə daxili enerjinin dəyişməsi nədir? Bax, izobar sözünün mənası bilirik ki, təzyiqin toxunulmaz olmağı deməkdir. P konstantdır. İndi təzyiq xəttinə fokuslanıram. Təzyiq xəttimiz bizim şaquli xəttədir. Təzyiqin dəyişmirsə, ya xətt ona perpendikular 1-2 aralığını götürəcəm, ya da 3-4 aralığını götürəcəm. Sonra bura baxıram. Genişlənmə. Genişlənmə sözünün mənası həcmin artmağı deməkdir. Həcm artarsa, həcm xəttinə fikir ver. Həcm üfüqi xəttədir. Onda mən həcmin artan tərəfini deyirsə, oxum bax bu cür şəkildə gedəcəkdir. Bunu gələn uyğun cavabda 1-2 olan hissəni götürəcəm. İndi mən ancaq buradan 1-2 olan aralığımıza baxacağım və daxili enerjimin dəyişməyini soruşur. Bu da bərabərdir 2-də 3 PV'dir. İndi isə təzyiq dəyişmir. Onda təzyiqi saxlayıram yerində. Həcm dəyişdiyinə görə bunun ayağına bir delta atıram və olur düstur belə 2-də 3 P durur yerində. Həcmin dəyişməsinin yerinə P son həcm deyirəm, təzyiq yazıram, estağfurullah. Son həcmdən başlanğıc həcmimizi çıxacam. Ya da P2'dən P1'e çıxacam. Hələ də yaza bilərəm. İndi buradan 1-2'yə getsə P2'dən V2'dən də daha doğrusu V1'e çıxa bilərəm. Gəl bunu sərgəl yazaq. Aha, V2 minus V1. İndi qoyaq verilənləri yerinə yazaq. 2'də 3 dursun yerində. Təzyiqimiz dəyişmir. Təzyiq dəyişmir və bunun həmişə sabit qiyməti burada 3P0'dır. Təzyiqin yerinə yazıram 3P0.
Mötərizənin içində V2 minus V1. İkinci bax buradan bura gələn bizim son həcmimiz 3V0-dır. V2-nin yəni son həcmi yerinə V0 yazıram. Birinci nöqtədəki həcmin də yerinə V0 yazıram. İndi isə qalır buradan hesablamağımız. 3-ü 3-ə vurduq, bölədi 9P0. Məxrəcimizdə böl 2-dir. 3V0-dan 1V0-mızı çıxanda bölədi 2V0. 2-lər ixtisar olundu, qaldı 9P0, V0 və cavab buradan C variantına gedəcəkdir. 41-ci sualda. Eyni suallardır. Buradan bizə deyir ki, izobar sıxılma. İzobar sözünün mənası təzyiqin dəyişməzdir. İndi bunun izahına baxmaq istə 40-a, 39-u izahına baxın. Təzyiqin dəyişmirsə, ya bu xətti, ya bu xətti götürəcək. Sonra sıxılma deyirsə, bu həcmin azalmağı deməkdir. Həcm azalırsa, həcm xətti də üfüqi xəttədir. Həcmin azalmağı bu oxun əksinə doğru gedəni götürəcəksin belə. Bura gələn uyğun cavabda biz 3-4 aralığımızı götürəcək. İndi isə başlayalım hesablamağa. Yəni, bax, ancaq bu hissəyə fokuslanıram və salam. Başlayaq. Daxili enerjimizin düsturu dedik ki, necədir? U bərabərdir 2-də 3, P, V-dən ibarətdir. Nə dəyişmədir burada? Təzyiq dəyişmədir. Buna görə P-ni olduğu şəklə saxlayıram, amma həcm dəyişdiyinə görə ayağına bir delta V atmış olacaq. Və indi yazıram 2-də 3, təzyiqi saxlayıram yerində. Bu həcmin dəyişməsinin yerinə sondan başlanğıc çıxıram. Bax, bizim başlanğıcımız elə bil 3-dür, sonumuz 4-dür. Ya da onda sən biləsən, V4 çıxılsın V3 yaz, ya da V son çıx V başlanğıc yaz. Fərq etməz, necə rahat elə yaz. 2-də 3. Təzyiqin dəyişməz olaraq sabit təzyiqin qiyməti elə həmişə nə olacaqdır? Bax, P0-dan ibarətdir. Yerinə P0 yazdım. Dördüncü buradakı həcm V0-dır, yəni son həcm V0. Üçüncü həcm, yəni başlanğıc həcm isə 3V0-dır. Sadələşdirirəm buradan. 3P0 bölü 2 və V0-dan 3V0 çıxanda bu elədir. Mənfi 2V0, mənfini önə atıram. 2-lər ixtisar olunur, qalır nə? Mənfi 3P0, V0. Və cavab 41-də B variantıdır. 42-ci sual. Həcmi 0,5 kub metr olan sabit kütləli bir atomlu ideal qazın təzyiqi 4 kilopaskaldır. Sabit təzyiqdə qazın mütləq temperatürünü 3 dəfə artıranda daxili enerjinin dəyişməsi nəyə bərabərdir? Daxili enerjinin dəyişməsi, yəni delta U-nu bizdən soruşur. Verilənlərimizi yazıram. Bax, bizə deyir ki, həcm 0,5 kub metrdən ibarətdir. Sonra isə təzyiq deyir 4 kilopaskaldır və deyir ki, sabit təzyiqdə. Bu deməkdir ki, həm sənin birinci, həm ikinci təzyiqin eynidir. Bu dəyişməyəcəkdir. Sonra isə deyir ki, temperaturunu 3 dəfə artıranda. Dəfə artım deyəndə demişdik ki, ikinci hərf birinci hərfə bərabər olur. Sadəcə dəfə artıranda bu vurulsun 3 deməkdir. Dəfə azalsaydı bölünsün 3 olacaqdır. Buna görə də deyir ki, daxili enerjinin dəyişmə nədən ibarətdir? Təzyiqin sabitdirsə, deməli düsturun içində təzyiq olacaqdır. Daxili enerjimizin təzyiqlə əlaqəli düsturunu delta U bərabərdir. 2-də 3 PV düsturunu götürəcəm. Çünki təzyiq sabitdir axı. İndi qalır ümid həcmi tapmağa. Həcmi nə cür əlaqələndirə bilərik biz? Birinci bizə həcm verilibdir, V1 0,5-dir. Amma digər həcm verilməyibdir. Onda T-yə üst tuturam temperatura. Temperaturumuzla həcmimiz bir-birlərinə düz mütənasib asılı idi. Bax, qısa düsturumuz belə idi. PV bərabər T idi. T ilə V bir-birindən düz asılı olduğu üçün bu deməkdir ki, bu temperaturun dəyişimi nə cürdürsə, eyni ilə həcmin də dəyişməsi elə olacaq. Yəni, eyni ilə də V2-nin bərabər olacaqdır. 3V1, ya da nisbət kur da V2-ni V1-ə böl, T2-ni də T1-ə böləsən. T2-nin yerinə 3T1 yazsın. T1-lər gedəcək, qalacaq 3-ə bərabər. Yəni, bu şəkildə də bunu yaza bilərik. Sonra mən indi buradan sonuncu həcmimizi tapacağım. V2 bərabər 3 vurulsun. V1 bizə verilib 0,5. Deməli, 3-ü vurdum 0,5-ə. İkinci həcmimiz elədir bizim 1,5 kub metr. Və indi gətirirəm buradan V2-nin də yerinə, yəni son həcmin də yerinə yazıram 1,5 kub metrdən ibarətdir. Bu isə o deməkdir ki, deməli bizim həcmimiz dəyişib də, temperatur dəyişdiyinə görə. Onda ona görə deltanın ayağına, həcmin ayağına bir delta atmış olacağım. Və başlayıram hesablamağa. 2-də 3. Təzyiq dəyişmir, onun da işimiz yoxdur. Deltaların da açılışları nə cür olur? Son haldan başlanğıc hala çıxıram. Yəni V2-dən də V1-i çıxacağım.
2'də 3. Təzyiq sabit olaraq elə qiymət 4 kilopaskaldır. Da kilonu çevirmirəm. Cavablar da elə kilo ilə verilibdir. Sonra sonuncu həcmimiz bizim 1,5-dir. Başlıq həcmimiz də 0,5-dir. Buradan da sadələşdirsəm 4 ilə 2 ixtisar olunur. 3'ü 2'ye vurduq. Bura elədi 6 və mötərizə 1,5-dən də 0,5-in çıxanda bu elədi 1. 6 da 1'ə vurulanda elədi cavab 6 kilojoule və bu sual 42'də A variantına gedir. 43-cü suala baxıram. Verilmiş kütləli bir atomlu ideal qazın təzyiqinin sıxlıqdan asıllıq diaqramı verilibdir və deyir ki, daxili enerjilərin münasibəti necə olacaqdır? İndi mən buradan daxili enerjimin düsturunu tapıram, təzyiq olan tərəfə üst tuturam. Bu bərabərdir 2'də 3 PV'dən ibarətdir. Verilmiş kütlə də dediyinə görə bu bizim kütləmizin dəyişməz olmağını verir. Yəni düsturumuzun içində kütlə mütləq olacaqdır. Mən isə görürəm burada sıxlıq var. Onda həcmin yerinə, V-nin yerinə də M bölünsün rho yazıram. Bax bu cür şəkildə ki, qoy kütləmiz sabitdir də, qoy o olsun yerində. İndi isə müqayisə edirəm. Daxili enerjimiz nə cürdür? Bax, buradan görürəm ki, təzyiqlə rho bir-birindən düz asılıdır. İstərsən gəl bu düsturu yerləşdirək. P bərabərdir rho RT bölünsün M-dən ibarətdir. Təzyiq sıxlıqla düz mütənasib asılı olanda dəyişən izoproseslərdən temperaturun sənin kənarda qalan sabit olacaq. Deməli, bizim burada temperaturumuz dəyişməyəcəkdir. Hansı nöqtəmizdə? 1 və 2 nöqtəmizdə temperaturumuz dəyişmir. Temperatur ilə nə müqayisəmizi tapıramsa, bunu daxili enerjimizə əlaqələndirəcəm. Çünki daxili enerjimizin digər temperaturla əlaqəli düsturu 2'də 3 kiçik m bölünsün böyük m RT-dir. Yəni bunlar bir-birlərindən düz asılıdır. Ona görə T1 T2'ye bərabər olduğu halda U1 də U2'ye bərabər olacaqdır. İndi qaldıq bir dənə buradakı 3 nöqtəsində. Baxın, bilmirəm indi 3 nöqtəsi mi böyükdür, yoxsa T1 T2 mi böyükdür? Bunu tapmam üçün nə edəcəm mən? Mən burada elə tapdığımız bu düsturumuza görə belə eləyə bilərik də. Bax, daxili enerjinin təzyiqlə necə asılıdır? Düz asılıdır. Deməli, sən daxili enerjinin böyük olmağını istəyirsənsə, bu xəttin təzyiqə yaxın olmalıdır. Təzyiqə də ən yaxın olan 1-2 olan tərəfidirmi? Bunu elə ən rahatı qısa şəkildə belə götürə bilərik. Deməli, T1 T2'ye bərabərdir. Böyükdür T3'dən, eyni ilə U1 də U2'ye bərabərdir. O da böyük olacaq U3'dən. Başqa sözlə bunu belə götürə bilərik. Daxili enerjinin sıxlıqla tərs mütənasib asılıdır. Daxili enerjinin böyük olmağını istəyirsənsə, xəttin sıxlıqdan çox uzaq olmalıdır. Çox uzaq olan da xətt buradan 1-2'ye uyğun gələcək. Cavabımız bundan ibarətdir. 1-2'ye bərabər, o da böyükdür U3'dən və 43 olur A variantı. 44-cü sualımıza baxıram. Nədəvonun ikinci yolu heç daxili enerjini tapma. Daxili enerjini bax bu düsturun çıxarma. Elə sadəcə temperaturu çıxar. Temperaturla bunu əlaqələndir. Yəni belə də bayaq yazdığımız kimi P bərabərdir rho RT bölünsün M deyil. Belə. Təzyiqlə sıxlıq düz asılıdır. Deməli, bu xətlər temperaturun sabit qalmağını verdi. T1 T2'ye bərabər oldu. T3 də burada konstantdır. Bilmirəm hansı böyükdür. Belə yazıram. T1 T2'ye bərabər, bir də T3'dür. Buradan temperaturumu çıxardaram. Temperaturu tapanda PM bölünəcəkdir rho R-ə. Belə, temperaturun böyük olmağını istəyirsənsə, xəttin təzyiqə yaxın olacaq. Xəttimizin də ən yaxın olanı T1 T2'dir. T3 isə ən uzaqdır. Onda T1 T2'ye bərabər, T3'dən böyükdür. Bu tapdığın cavabı da daxili enerji əlaqələndirəcəksən, çünki o T ilə düz mütənasib asılı olacaqdır. 44-cü sualda. İçərisində qaz olan kolba maye manometr ilə birləşdirilir. Birinci şəklimiz budur bizim. Sonra isə götürürlər bu kolbanın su olan qaba salanda manometrin artıq göstərişi dəyişir. İkinci vəziyyətimizə görə nə deyir? Kolbadakı qaz üçün hansı ifadələrimiz doğru olacaqdır? Öncə birinci şəklə baxıram. Bax, bunun bu borunun bu hissəsinin ağzı açıqdır. Deməli, bura atmosfer təzyiqi daxil olur. Bu göy olan hissələrdə qazın təzyiqidir. Bax, indi qazın təzyiqi ilə atmosfer təzyiqinin hündürlük səviyyəsinə fikir verirsənmi? Eynidir. Bu deməkdir ki, birinci şəklimizə əsasən qazın təzyiqi ilə atmosfer təzyiqinin hündürlük səviyyələri eyni olduğu üçün bunlar deməli bir-birlərinə bərabər imiş. Sonra götürürlər, həmin bunu suyun içərisinə salandan sonra burada artıq vəziyyət dəyişir. Çöldən gələn atmosfer təzyiqi P0 daxil olmağını olur içəri, amma qazın təzyiqi burada atmosfer təzyiqini vurub çölə atır. Yəni o qədər güclüdür ki, qazın təzyiqi qoymur o içəri girsin.
girməni girir, yəni çox girə bilmir də. Bax, əvvəl necə idi? Birinci şəkildə hər ikisi eyni səviyyədə idi. Amma indi bu dəfə suyun içərisinə salındı, qazın təzyiqi P0 döyüb çölə çıxartdı. Qalib gəldi qazın təzyiqi. Ona görə qazın təzyiqi ikinci şəklimizə görə artdığı üçün, yəni buradakı qazın təzyiqi artdı və belə bir cavab görmürəm. Onda mən keçid edirəm daxili enerjimizə. Daxili enerjiyə keçəndə bu bərabər 2-də 3 PV-dir. Gördüyümüz kimi buradan təzyiqlə daxili enerjimiz düz asılıdır. Onda qazın təzyiqi artdığı üçün qazın daxili enerjisi artaraq 44B variantına gedəcəkdir. Bunu temperaturla da əlaqələndirə bilərəm. 2-də 3 niyə ertəyə görə ki, temperaturumuz da artacaqdır. 45-ci suala baxın. Verilmiş kütləli bir atomlu ideal qazın halının ideal qazın halının dəyişməsi TV ilə verilibdir. A halında qazın daxili enerjisi 200 kilojoldur. B və C hallarında daxili enerji nə qədər olacaqdır? Qoy kənardan yazırım. A nöqtəmizin nəyini verib bizə? Daxili enerjisini veribdir. Deməli, A nöqtəmə görə daxili enerjimiz bizim 200 kilojoldan ibarətdirsə, deyir, indi bəs B nöqtəndə daxili enerji nə qədərdir? C nöqtəndə daxili enerji nə qədərdir? Onu tap. Bir də deyir ki, V qazın həcmi, T temperatur və bölgülər arasındakı məsafələr eynidir. Bax, görürük ki, buradan bizə heç bir qiymət vermir. Temperaturu nə qədər, həcmi nə qədər, heç nə vermir. Belə olduğu halda biz bölgülər eyni olanda özümüzdən istənilən bir qiymətimizi çıxarda bilərik. Verilmiş kütlə dediyinə görə bizim kütləmiz sabit olacaqdır. M konstantdır. Sonra daxili enerjimizin kütlə ilə əlaqəli düsturu, artıq mən bu düsturu götürə biləcəm. 2-də 3 kiçik m bölünsün böyük m, RT-mizi götürəcəm buradan. Kütlən sabitdir. Molekülər kütlə də dəyişmir. R də sabitdir. Ümidimiz qalır sadəcə temperaturumuzdan bu hissəmizə baxmağa. Həmişə nəyinsə tapmacanın cavabını verilirsə, onun həllini mütləq tapmaq lazım. A nöqtəndə daxili enerjini 200 kilojoldursa, onda A-nı B-yə görə, C-yə görə müqayisə edə bilərəm. Görürəm ki, daxili enerjim temperatur ilə düz asılıdır. Onda mən bir temperatur xəttinə fokuslanıram. Temperatur xəttimiz bizim şaquli xəttədir. Ürəyin hansı qiyməti istəyir başda yazmağı. Sıfırdan hər bölgümüzü eyni şəkildə artıram. Misal üçün, bax bu nöqtəmdə bura deyirəm 10 götürüm. Bura deyirəm 20, belə onun artıra gedirəm də bölgülər axı deyir eynidir bölgülər arasındakı məsafə. Bura 40 Kelvin, burada da 50 deyirəm. Ya da 100 ataq, fərqi yoxdur. 100 ataq geçsin belə. Aha. İndi başlayıram mən A nöqtəmdəki verilən cavabımız. Bax, A nöqtəmizdə bizə deyir ki, sənin temperaturunu mən 200 Kelvinlə əvəz etmişəm. İndi nisbət götürürəm, vururam, yazıram. A nöqtəmin daxili enerjisini B nöqtəyə görə müqayisə edib nisbət olaraq yazıram. A-nın B-yə olan daxili enerjisi nisbəti temperaturla düz asılı olduğu üçün T-A-nı da T-B-yə böləcəm. Və UA bərabərdir bölünsün UB-yə. T-A-nın temperaturu nə qədərdir? Mənim də özümdən qoyduğum yalançı qiymətdir də bu. İstəyirsən bura fərq etmir, başqa bir qiymət qoy, nə bilim belə qoy. 150, 300, 450, nə istəyirsən qoy da. Yəni mən də belə sadəlik olsun, sıfıra görə yazdım. 100, 100, bir artıra getdim. TA nöqtəmizdə bizim temperaturumuz yazmışam 200 Kelvin. TA-nın yerinə 200 qoydum. B nöqtəmə baxıram. B nöqtəmiz isə bizim buradadır. B nöqtəmdə isə temperaturumuz 400 Kelvindir. Bura isə 400 qoydum. Bunlar ixtisar olunur. Qalır nə? 2-də 1 qaldı. Yazaq bura 2-də 1 və B nöqtəmin daxili enerjisini tapanda böləcəkdir 2UA. Daxili enerjimiz də A nöqtəmizdə bizə veribdir 200 joldur. Onda 2-ni də 200-ə vuranda B nöqtəmin daxili enerjisi 400 kilojoldan ibarətdir. B-ni tapdım. B-nin daxili enerjisinin yerinə yazacağım 400 kilojol. İndi C nöqtəsinə bax. İndi isə C ilə bunun müqayisə elə. Qoy burada bunları silim, bu yazdıqlarımı. Deməli, bax bu hərflərimi A durur yerində sadəcə B-ləri C ilə əvəz etmiş olacağım. Çünki temperaturla da daxili enerjimiz düz asılı olduğu üçün bunu bu şəkildə elə C-yə kopiravat edəcəm. A nöqtənin daxili enerjisini C-yə böləndə TA-mız dedik nə qədərdir buradan? TA buradan 200 adlandırmışam. Yazıram bura 200. C nöqtəmizin də temperaturu buradan 100-dür. Bunun da yerinə 100 yazdım və bu da elədi 2. Yəni indi oradan da mən C-ni tapanda C nöqtəmin daxili enerjisi olacaq UA bölünəcəkdir 2-yə.
A nöqtəmizin daxili enerjisi 200 jouldur. 200-ü də 2-yə böləndə bu da gəldi. O da 100 kilojoule. Məsələn, cavab 400 və 100 olaraq hara qaçdı, getdi sual. Sualı bu boyda tapırıq. Zülmdən sual da qaçır, gedir bizdən. 400, 100 və cavab buradan Y variantı oldu. İndi özünüz də bax, yoxlayın. Başqa bir qiymət qoyun. Nə istəyirsiniz dediyim kimi qoyun. Nə 5 qoyun. Və istəyirsiniz belə artırın qoyun. 5 tutaq ki 10, 15, 20, 25. Yəni nəticə eyni olacaqdır. Sonra baxaq buradan 46-cı sualımıza. Hansı ifadələrin doğrudur sənin deyir. Verilmiş kütləli ideal qazın izobar qızması zamanı izobar sözünün mənası təzyiqin dəyişməz olmağı deməkdir. Yəni təzyiqin sənin dəyişməyəcəkdir. Qızma sözünün mənası temperaturun yüksəlməyi deməkdir. Temperaturun artırsa daxili enerjində sənin artacaq. Çünki dedik ki, bunlar düz asılıdır. İndi baxaq. Daxili enerjimiz artırsa 1-i götürəcəm və sıxlıq necə dəyişəcəkdir? Sıxlıqla da bunu əlaqələndirəndə temperatur sıxlığı ilə tərs asılıdır. T bərabər idi. Deməli, üstü necədir? Qoy yazım. P bərabər rho RT bölünsün M deyil. Oradan T-ni tapanda T bərabər olacaqdır. PM bölünsün rho R. Və görürəm ki, temperaturla sıxlıq tərs asılıdır. Deməli, sıxlıq azalacaqdır. Daxili enerjimiz artdı. Sıxlıq azalır. Cavab 1 və 3-ə uyğundur. 47-ci sual. Verilmiş kütləli ideal qazın izobar soyuması zamanı nə olacaqdır? İzobar sözünün mənası təzyiqin dəyişməz olmağı deməkdir. Elə bax, 46 ilə eyni şəkildə gedir. Təzyiqin dəyişmir. Soyuma sözünün mənası temperaturun azalmağı deməkdir. Dedik ki, daxili enerjimizdən temperatur düz asılı olduğu üçün daxili enerjimiz də azalacaqdır. Təzyiqlə, sıxlıqla da temperatur bir-birinin tərs asılı olduğu üçün sıxlığımız da artmış olacaqdır ki, bunun 46-da düsturun yazmışdıq. İndi yerləşdirək bunları, görək hara uyğun gələcəkdir. Sıxlıq artar, 4-ü götürəcəm. Daxili enerjimiz azalar, 2-ni götürdük. Cavab 2 və 4 olur 47-də. 48-ci sualımıza baxaq. Verilmiş kütləli ideal qazın bir halından iki halına keçməsində hansı ifadələrin doğru olacaqdır? Nəyə görə təzyiq temperaturundan düz asılıdır? Klaperon təlimimizi yazsaq qısa şəkildə PV bərabər T'dir. Təzyiqlə temperatur bir-birindən düz asılıdır deyə, bax bu yaşıl xətt həcimin dəyişməz olmağını verir bizə. Həm həcm dəyişmirsə dedik, həm sıxlığı, həm konsentrasiyası üçü birində dəyişməyəcəkdir. Yəni, sıxlıq, konsentrasiya, həcm dəyişmir. Bunu yazdıq bir kənara və nədir? Buradan deyir, həcm sabit qalır. 5 olanı götürəcək. İndi artıb azalan hissəsindən baxıram. Bunu da buranı silək. Deməli, mən gördüm ki, P ilə T bir-birindən düz asılıdır. Düz asılığımızın qrafiki belədir. Bu artıq bunların həm P-yə, həm T-yə təsir edəcək. Həm təzyiqin azalır, həm temperatur. Niyə görə? Bunlar sıfıra yaxınlaşır. Buna görə. Onda deyəcəm ki, temperatur azalır və təzyiq də azalır. Amma bunu verməyib bizə. Daxili enerjimizi veribdir. Daxili enerjimizdə U bərabərdir 2-də 3 nu RT olduğundan temperaturun azalsa demək ki, daxili enerjində bununla düz asılı olduğu üçün daxili enerjində azalacaqdır. Və buradan da biz 2-ni götürəcək, qalanlara uyğunsuzdur. 2 və 5 cavabımız gedir. 49-cu suala baxaq. 49 ilə 48 eyni suallardır. Ona görə 48-in izahına baxın. Dedik, burada həcmin sabit olmağıdır. 4-ü götürəcəm. Oxumuz da sıfırdan uzaqlaşırsa, həm təzyiq, həm də temperatur artdığından daxili enerjimiz temperatur ilə düz asılıdır deyə daxili enerjimiz də artır. Cavab 1 və 4-ü götürəcək 49-da. 50-ci suala baxaq. Dəqiqə 50 harada qaldı? Aha. Deyir ki, buradan bizə verilmiş kütləli bir atomlu ideal qazın izotermik genişləməsi zamanı hansı mülahizələrimiz doğrudur? İzotermik sözünün mənası temperaturun toxunulmaz, yəni dəyişilməz olmağı deməkdir. Nə temperatur arta bilər, nə azala bilər. Belə olduğu halda dedik ki, daxili enerjimiz də bizim dəyişməyəcəkdir. Yəni, U da konstantdır. Onda daxili enerjimiz dəyişmirsə, 1 olanı götürəcəm. Sonra genişlənmə sözünün mənası isə həcmin artmağı deməkdir. Həcmin artırsa təzyiq görürəm və sıxlıq görürəm. Bunu ilə əlaqələndirəm. Təzyiqlə sıxlıq bir-birindən tərs asılıdır. Bax, bu qısa düsturumuza əsasən. Həcm artırsa, deməli təzyiq buradan azalacaqdır. Onda 2-ni də götürəcəm.
Sıxlığa qaldıqda isə sıxlıqla həcm bir-birindən tərs asılıdır. Rho bərabər m bölü və həcm artarsa sıxlıq azalacaq. Bu cavabda yoxdur. Uyğun gələn cavablarımız 1 və 2 olacaqdır 50-də. Sonra 51-ci sualımıza baxaq və bu hissələri silək təmizləyək. 51-də izotermik sıxılma deyil. İzotermik sözünün mənası temperaturun dəyişməz olmağı deməkdir. Sıxılma sözünün mənası həcmin artmağı deməkdir. Temperaturumuz dəyişmirsə, dedik, daxili enerjimiz də dəyişməyəcəkdir. Onda biri götürəcəm. Sonra həcm azalırsa, dedik, həcmlə təzyiq bir-birindən tərs asıdır. Onda təzyiqimiz artacaqdır. Təzyiq artırsa, buradan 3-ü götürəcək. Sıxlıqla həcm tərs mütənasib, sıxlıq da artır. Onda bu 2 uyğun gəlməyəcək. Orta kvadratda sürətimə baxıram. Sürətimiz də dəyişməyəcək, çünki temperatur da dəyişmir, kinetik enerji dəyişmir, sürət də dəyişməz. Onda uyğun gələn cavablar 51-də 1 və 3-ə gedəcəkdir. Baxaq 52-ci sualımıza. 52-də isə bir atomlu ideal qaz üzərində bir halının 2 halına keçid edən zaman daxili enerjinin 2 dəfə azalmış olacaq. Bax, bu mənə deyir belə, daxili enerjinin qiyməti də. Bu mənə deyir neçə dəfə azalacaqdır. Onda mən nə edəcəm? Mən bunun həm birinci nöqtəsindəki daxili enerjisini tapacağım, konkret düyü nöqtəsində, bir də 2 nöqtəsində tapacağım. Sonra bunları bir-birinə böləcəm. Elə ən rahat yolu bunun qısa şəkildə nisbət qrup yazmağımızdır. Daxili enerjimiz bərabərdir. Təzyiqlə həcmi buradan verirsə, bu bərabərdir 2-də 3 PV-dir və buradakı rəqəm hissə bizə maraqlı deyil. Biz həmişə demişik ki, nəyinsə dəyişməni tapırıqsa, ikinci hal, yəni son hal başlıq hala bölünəcəkdir. Daxili enerjinin təzyiqlə həcmin düz asılı olduğuna görə onda P2-nin V2-yə nisbəti, P1-in də V1-ə olan nisbətini yazacağım və indi baxırıq. İkinci nöqtəmdə təzyiqim 15, ikinci nöqtəmdə həcmim 0,2-dir. Onda təzyiqin yerinə 15 yazıram. Bu kilonu yazmağa ehtiyac yoxdur, çünki ixtisar olunacaq, daha qalmayacaq. V2 həcmimiz də 0,2-dir. Buna bax, buradan 15 deyirəm, 12 yazırım. Sonra cavab gəlib çıxmayacaq. Deməli, P2 15 vurur 0,2-dir. P1 ilə V1-ə baxıram. İndi bura bir nöqtəmizə fokuslanırıq. Bir nöqtəmdə isə təzyiqim 30-dur. Bir nöqtəmdə isə həcm 0,8-dir. Burada da yazıram ki, 30 vurulsun 0,8. 15 ilə 30 ixtisar olunur. Məxrəcdə qalır 2-də 1. Belə 0,8 ilə 0,2 ixtisar olanda məxrəcdə qalır 0, 4 qalır da, sürətdə də 1. Bu da sürətdə 1, 2 ilə 4-ə vuranda elədir 8. 8 də məxrəcdə olduğuna görə daxili enerjim deyəcəm ki, 8 dəfə azalır. Bu da deyir ki, nə qədər azalır? 8 dəfə azalacaqdır cavabımız. Baxaq 53-cü sualımıza. Bir atomlu ideal qaz bir halın 2 halına keçəndə daxili enerji neçə dəfə artacaqdır? 53-ü yazmaq istəyirsinizsə 52-nin izahına baxın. Dedik ki, necə olur? Enerjinin nə isə dəyişməni sorsa ikinci hal birinci hala bölünəcəkdir. Və daxili enerjimiz həcmlə təzyiqlə düz asılı olduğu üçün P2-nin V2 hasili P1-in V1-ə hasili nisbətinə bərabər olacaqdır. İkinci vəziyyətimə baxıram. Təzyiqimiz 40 və həcmimiz 0,6-dır. Yazıram 40 vurulsun 0,6. Birinci nöqtəmə baxanda isə təzyiqimiz 20, həcmimiz də 0,1-dir. Bunu yazıram 20 vurulsun 0,1 və ixtisar edirəm. 40-ı 20-yə böləndə sürətdə düşdü 2. 0,6-nı da 0,1-ə böləndə bu da elədi 6. 2 də 6-ya vurulanda bu elədi sürətdə 12. Bu isə deməkdir ki, sənin ikinci daxili enerjinin birinci daxili enerji olan nisbəti 12-dir və bu isə 12 dəfə onun artanı olacaqdır. 54-cü suala baxaq. Uyğunluğu mənə ilə göstərilən proseslərdə verilmişləri ideal qazın daxili enerjisi necə dəyişmiş olacaqdır? Deməli, baxıram, daxili enerjimizə fokuslanıramsa, onda biz buradan hansı düstura görə tapa bilərik? Belə baxanda ağlımıza bir şey gəlməzsə, bura diqqətlə baxın. Verilmiş kütlədir. Deməli, sənə yardım edir ki, siz kütləyə görə düsturu təyin edəcəksiniz. Çünki M konstantdır. Belə olduğu halda daxili enerjimizin M ilə əlaqəli düsturu bu bərabərdir 2-də 3. Kiçik M bölünsün böyük M eğer T'dən ibarətdir ki, buradan da görəm ki, daxili enerjim temperaturumuzla düz mütənasib asılıdır. Temperatur xəttim də mənim üfüqi xəttə yerləşibdir. İndi mən bura baxacağım.
Deməli, B nöqtəmə baxıram. B nöqtəndə temperaturumuz nə edir? B nöqtəmizdə temperaturumuz artır. Temperaturun başına nə hadisə gəlirsə, gəlsin daxili enerjimizin başına o hadisədən gələcəkdir. Temperaturun artır B nöqtəsində, deməli, daxili enerjin artır. Niyə? Çünki düz asıdır. Kütlənin də sabit qalır. Bunun işimiz yoxdur. Onda artar, gedir burada B hissəsinə, sonra indi A hissəsinə baxıram. A-da isə bu belədir. Bax, bu düz asılır. P T ilə nəyə görə düz asılıdır? Qoy yazıram. PV bərabər T olduğundan P T ilə düz asılıdır. Bunlar bir-birindən düz asılıdır və həcm dəyişmir də sabit qalacaqdır. Onda deməli bu temperaturumuz artırsa təzyiqimiz də artır. Sıfırdan uzaqlaşanlar artır da. Demək ki, onda buradan temperatur artırsa, onda A nöqtəmiz artar hissəsinə gedəcəkdir. İstəyirsən tapdığımız hissələrimizi gəl aradan çıxaraq ki, bizim işimiz daha da sadə görünsün. Sonra C nöqtəmə baxırım. C nöqtəmdə bu nə edir? Gedir sıfıra doğru. Deməli, C nöqtəmizdə temperaturumuz azalır. Temperaturum burada azaldısa, təzyiqin də azalar. Temperatur azalırsa, daxili enerji azalır. Niyə? Düz asıdırlar axı. Deməli, C nöqtəmiz bizim azalacaqdır. Sonra indi buranı silirəm, qutaram. Burada getdi D nöqtəsinə baxın. D nöqtəmə fikir versən, bu yana doğru gedir də, yəni sıfıra doğru yaxınlaşır temperatur. Deməli, temperatur azalır. Temperatur azalırsa, daxili enerjimiz azalar. Onda D nöqtəmiz azalara gedəcəkdir. İndi qaldıq biz Y nöqtəsinin əlində. Və biz nə görürük buradan? Temperatur xəttimizə fikir versək, bu belə üfüqi xəttədir. İndi bu xəttin tam temperaturun üzərinə perpendikulyar şəkildə gəlir. Deməli, Y nöqtəsində temperaturumuz bizim artıq dəyişməyəcəkdir. Temperaturun da dəyişmirsə, deməli, daxili enerjin də dəyişməyəcəkdir. Y nöqtəmizə sabit olur. 1-ə A, B, 2-yə C, D və 3Y olaraq cavablarımızı yerləşdirdik. 55-ci sualımıza baxıram. Yine eyni şəkillərdir bunlar. P-nin T-dən asılılığını deyir. Burada eynidir ki, yəni fərqli nəsə var ki, burada başa düşmədim. Eyni şərtlər deyilmi? P T-dir. Bir dəqiqə. Bir dənə burada fərqli olan nədir ki, Y ilə A-nın yerini dəyişib, qalanları hamısı eyni şəkildə. Yəni 55 yazmaq istəyən 54-ün izahına baxsın. İndi qısa şəkildə deyirəm. Buradan görürəm ki, temperaturumuz bizim həm B-də, həm C-də artır. Temperaturun da B və C-də artırsa, daxili enerjində B və C-də artacaqdır. Tapdıqlarımızı silirəm, getsin sonra. Temperaturumuz D və Y-də azaldı. Deməli, daxili enerjimiz orada azalacaqdır. Onda azalara D və Y-ni yazıram. Buranı da silirəm, getsin. Bir də qalıram temperaturumuzun bu hissəsində. Bu xəttin temperatura perpendikulyar gəlirsə, deməli, temperatur dəyişmirsə, daxili enerjimiz də bizim burada dəyişməyəcəkdir. Tapdığımız cavablar 1 BC, 2 YD və 3 A-dan ibarət olacaqdır. Beləliklə suallarımızın sonuna gəlib çatdıq. Əgər bu video sizə faydalıdırsa, o zaman kanala abunə olub, videonu bəyənib və həmçinin paylaşmağı unutmayın. Növbəti izahlarda görüşmək ümidi ilə sağ olun, Allah amanında.